surəsində, həm Ali İmran surəsində Allah Teala buyurur ki: "Və la taqulu limen yuqtalu fi sabilillahi amvat, bel ahya'un velakin la teş'urun." Siz yəni şəhidlərə ölü deməyin. Onlar diridirlər, Rəbləri qatında ruzilərdirlər. Sizin bundan xəbəriniz olmaz. Hətta mən sizə bunu da deyim ki, Peyğəmbərimizin o böyük Peyğəmbərin müjdəli hədislərində buyurulmuş ki, yer üzərində vəfat etdikdən sonra, öldükdən sonra cənnətə gedib də dünyaya dönmək istəyən elə bir şəxs yoxdur. Hamısı o dünyadədir, cənnətdəki gördükləri böyük ümmətlər qarşısında dünyaya kimsə dönməz. Amma şəhidlər deyil, təkrar dönüb Allah yolunda şəhid olub yenidən dönmələrini istəyirlər. Niyə? Çünki Rəbləri onlara xüsusi ehtimam göstərir, xüsusi deyək ki, ehtiram göstərir, onlara böyük nimətlərə qərq edir. Demək ki, yəni şəhidlik